Eşitmişəm, işdən çıxmaq istəyirsən, düzdür? İstəyirdim qardaş, istəyirdim. İndi heç vaxt. Niyə? Nə olub ki? Təsərrüfat hesabına keçmişik. Necə oldu? Çoxdan buna başlamalıydı. Köftəxanların kökünü kəsmək lazımdır. Var olsun təsərrüfat hesabı. Qovmaq lazımdır. Sakit yoldaşlar. Böyle olsunlar. Konkret təkliflərinizi deyin. Özü də bir. Buyurun siz. Hamı danışacaq. Bizdə hər müavinin 3 köməkçisi var. Onlar nəyə lazımdır? Düzdür. İxtisar olunmalıdırlar. Onların yerine sen işleyeceksen, senin özünü ixtisar eləmək lazım gəlir. Rədd olsun Sakit yoldaşlar. Əgər biz zamanı ilə yaxlaşmaq istəyiriksə, əgər biz yenidən qurmanın tərəfdarıyıqsa, əgər müəssisəmizdə təsərrüfat hesabına keçmək istəyiriksə, onda mütləq bəzi vəzifələri ixtisara salır. Yaşasın demokrasiya. Var olsun demokratiya. Sakit yoldaşlar, sakit. Belə olmaz. Biz bu işi demokratik yolla, özü də səsə qoyma yolu ilə həll eləməliyik. Ona görə gəlin səsə qoyaq. Müəssisələrin təsərrüfat hesabına keçməsi, onun rentabelli işləməsi üçün ümumi iclas səsvermə yolu ilə qərar çıxarıb. 25 may 1989-cu il tarixdən gözətçi Səməd Salmanoğlu Məmmədov tutduğu vəzifədən ixtisar olunsun. Əl çalındı Xozraşota, Qarolçu getdi bada, qapı baca açıq qaldı, tamahkarlar çoxaldı, əcəb apar apardı, əcəb qopar qopardı.